القادر وما أدراك ما ليلة القادر ليلة القادر خير من ألف شهر تنزل الملائكة فأبزلت الزمر سلام الحياة حتى مطلع الفجر صدق الله العلي العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين 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 يا رب العالمين. الشيطان الرجيم بسم الله الرحمن الرحيم والشمس وضحاها والقمر إذا تلاها والنهار إذا جلاها والليل إذا يغشاها والسماء وما بناها والأرض وما طحاها ونفس وما سواها فألهمها فجورها وتقواها قد أفلح من زكاها وقد خاب من دساها كذبت ثمود بتقواها إذ انبعث أشقاها فقال لهم رسول الله. Cem şehitlerimizin ruhu şad ve bil Fatiha'tın Resulü. Elə bilmə, bizdən uzaq yerdəsən, unutma. Hər zaman qəlbimizdəsən, unuda bilmərik sizi, igid şəhidi. Necə dözmək olar belə zillətə, qurban olaq səndə olan qeyrətə. Özü ölü, məlhəm oldu millətə, şəhid canı ilə, ülvi kimi igidlər, Loğmana döndü. Salam, xoş gördük sizlərim, əziz qonaqlar, hörmətli və dəyərli tədbir iştirakçılarım. Bildiyimiz kimi bugün Vətən müharibəsində vətənimizin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanımızın igid və mərd oğlu Qubadlının fəxri döyüş tarixinə adını qəhrəman şəhid kimi yazdıran Ülvi Tahiroğlu Məhərrəmovun anım gününə həsr olunmuş anım tədbirini qeyd etməyə toplaşmışıq. Hörmətli qonaqlar, dəyərli tədbir iştirakçılarım, onu da qeyd edək ki, Ülvi ilə bərabər bu günləri şəhidlik məqamına, qəhrəmanlıq zirvəsinə ucalmış daha iki şəhidimiz Mustafalı Əlizamin Valihoğlunun, Əliyev Sərxan İslamoğlunun anım günüdür. Hörmətli qonaqlar, dəyərli tədbir iştirakçılarım, gəlin ilk öncə vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət etsin. Torpağın adını sən vətən qoydun. Ey şəhid, vətənə qurban olaraq qanınla adını yazdın üstünə. İndi dalğalanıb üstündə bayraq, odlu salamlarını çatdırır sənə. Ey şəhid, haqqını halal et bizə. Qalan ömrümüzü borcluyuq sənə. Qoymadın xal düşə qeyrətimizə. Canını verməklə qurban vətənə. Canını verməklə qurban vətənə. Salam şəhid anası, mən də sənin bir balan. Olmasam da qəhrəman, Şuşa, Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər saldı. Salam şəhid atası, sən necə qürurlusan. Dağ boyda oğlun gedib, hələ də dik durmusan. Ağappaq saçlarında nur saçılır nur ata. Hər zaman qürurlu ol, həmişə dik dur ata. Tədbirimiz davam edir. Əziz qonaqlar, bugünkü tədbirimizdə dəyərli ilahiyyətçimiz Qafqaz Müsəlmanlar İdarəsinin rəsmisi Hacı Rauf müəllim də iştirak edir. İstərdik ki, icazənizlə çıxış üçün sözüm Hacı Rauf müəllimə verək. Buyurun Hacı Rauf. Allah'ın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Bağışlayan və rəhm edən Allah'ın adıyla. Əziz və dəyərli
şəhid sevərlər, şəhidin nuruna, işığına toplaşan dəyərli Azərbaycanlarımız. Bugün biz bu şəhidlər xiyabanında 4 şəhidimizin anım gününə yığışsaq da, burada biz demək olar ki, bütün şəhidlərimizi, ümumiyyətlə Azərbaycanımızın ərazi bütövlüyündə şəhid olan 1-ci Qarabağ müharibə, 2-ci Qarabağ müharibə şəhidlərinin hamısını yad edirik, anırıq, onların ruhlarına dualar edirik. Bugün şəhidimiz Ülvi, şəhidimiz Sərxan, Əli Zamin və Elçin. Bu 3 dənə şəhid, 4 şəhidimiz hərəsi ayrı-ayrılıqda bir evin, bir ocağın, bir ailənin əzizidir, doğmasıdır. Onlar artıq bugün nəinki bir evin, bir ailənin, artıq bütün Azərbaycanın hər bir ailəsinin əzizinə, doğmasına çevrilir. Şəhidimizin adı Ülvidir. Ülvi sözü ali, ucalıq, zirvə mənasındadır. Bizi aliliyə, ucalığa, zirvəliyə çatdırır. Digər şəhidimizin adı Sərxandır. İbadət edən mömin bir qardaş idi, balamız idi. O biri şəhidimiz Əli Zamindir. İmam Əlinin adını özündə daşıyır. Digər şəhidimizin adı Elçindir. Mənim yadımdadır. Mətanət xanımın oğlunun da adı Elçindir. Deyirdi ki, oğlum deyirdi ki, ata, ana, mənim adımı Elçin qoymursan, mən elə el üçünəm. Bu şəhidlər hamısı bizim qurur yerimizdir, şərəf yerimizdir, bizim dua edən yerimiz, artıq bura bizim ziyarətgahımız birimizdir. Biz hər dəfə nə qədər təsəlli sözlər desək də, xoş sözlər desək də, əlbəttə ki, bizim şəhid analarına, doğmalarına etdiyimiz dəryada bir damladır. Amma yenə şəhid analarına, doğmalarına, əzizlərinə deyirik ki, şəhidlərin ruhu qarşısında baş əyirik. Sizlərə təşəkkür edirik. Və bugün bu 3 rəngli bayraqlar dalğalanır. Artıq Qarabağımızda, Xankəndimizdə, o qisas həsrəti ilə yaşadığımız Xocalıda bu bayraq dalğalanır. Şuşa məscidində azanlar verilir, dualar oxulur, insanlar orada Quran oxuyur, ibadətlər edirlər. Bunlar hamısı bu şəhidlərin canı, qanı sahəsinə, qazilərimizin qanı, canı bahasına olur və xalqımızın bir yumruq kimi ölkə rəhbərinin ətrafında birləşməyə sayəsində olur. Bugün burada həm Qubadlı ictimaiyyəti, həm Sumqayıt ictimaiyyəti, həm ölkəmizin digər rayonlarından, regionlarından insanlar gəliblər, idarə müəssisə rəhbərləri gəliblər. Qubadlı rayonundan da bizim İcra Hakimiyyəti müavini Allahverdi müəllim buradadır. Digər idarə müəssisə rəhbərləri buradadır. Allah təala ölkəmizi, xalqımızı, vətənimizi, millətimizi, dövlətimizi, bayrağımızı qorusun, bayrağımızı bayraqlar içərisində uca eləsin. Bir daha şəhidlərin ruhu qarşısına baş əyirik, şəhid doğmaları, əzizləri qarşısına baş əyirik. Allah sizdən razı olsun. Əziz həmyerlərimiz, bildiyimiz kimi Respublikamızda şəhid ailələrim, Qarabağ əlillərim, onların problemləri daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Ali Baş Komandanı Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinin problemləri daha yaxından maraqlanılır. Problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Belə ki, şəhidlərə qəbrüstü abidələrin və xatirə komplekslərinin yaradılması, şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təhsil və mədəniyyət ocaqlarına verilməsi haqqında qanun dəqiqliklə icra olunur. Qubadlı rayon icra hakimiyyəti də öz növbəsində vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə öz qayğısını əsirgəmir. Onların ən kiçik problemlərinin belə həll olunması istiqamətində işlər görülür. Eyni zamanda müntəzəm olaraq şəhidlərin xatirəsini yad etmək məqsədi ilə mədəni kütləvi tədbirlər, anım mərasimləri keçirilir. Elə bugünkü tədbir də həmin qayğının bariz nümunəsidir. Bütün bu diqqətə görə rayon rəhbərliyinə öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Hörmətli qonaqlar və dəyərli tədbir iştirakçılarım, istərdik ki, elə bu məqamda çıxış üçün sözüm Qubadlı rayon icra hakimiyyəti başçısının mavini hörmətli Allahverdi müəllim Haqverdiyevə verək. Buyurun. Qarabağ rayon icra hakimiyyəti başçısı müəllim müəllim salamlarını çatdırıram. Burada şəhid əlilər var, şəhid valideynlər var, şəhid atası, şəhid bacısı, şəhid hamısının qarşısında baş əyirik. Eyni zamanda Ülviyə, burada bizim şəhidimiz Sərxana, Əlzaminə, Elçinə, Ramilə, onların valideynlərinə baş sağlığı verirəm. Oradan da bilirsiniz ki, 1993-cü ilin 31 avqustda Qubadlı rayonu işğal oldu. Qubadlı rayonu 125 kilometr sərhəddi vardı, amma bir qarış bizim torpağımız işğal olmamışdı. Bilirsiniz ki, Ağdan köçdü, Füzuli köçdü, Cəbrayıl, Laçının da işğal olundan sonra Qubadlının orada qalmaq ehtimalı çox azıdır.
Ancaq onunla belə bizim o torpaqları Allah rəhmət eləsin, milli qəhrəman Əliyar Əliyev kimi qəhrəmanımız vardı. Burada iştirak edənlər də var. İndi onlar qazilərdir, iştirak edir. Onların köməyi ilə bir qarış torpağımız işğal olmadı. Ancaq ermənilər bilirsiniz ki, Cəbrayıl istiqamət tərəfindən, bu Hacı Qaraman tərəfindən gəldi, bizim torpaqları işğal elədi. Azərbaycanın 42 rayonunda məskunlaşdı. Əhalimizin 80% Sumqayıt şəhərində, Bakı şəhərində yerləşdi. Biz bu şəhidlər xiyabanının həmişə Hacı Rauf və bizdən iştirak edirdi. İştirak edəndə bizim bir arzumuz vardı ki, biz torpaqlarımız işğaldan azad olunsun, biz öz yerimizə qaydaq. Doğrudan da 27 il bilirsiniz, 2020-ci ildə hörmətli prezidentimizin apardığı siyasət, bunun dəmir yumruğu sayəsində şəhidlərimiz Allah rəhmət eləsin. Bax, belə şəhidlərimizin qanı bahasına, qazilərimizin canı bahasına torpaqlarımız işğaldan azad olundu. Bilirsiniz ki, 2023-cü ildə 19-undan 20-sinə keçən gecə artıq Azərbaycan ərazi bütövlüyü tam təmin olundu. Xocalı, Xocavənd, Xankəndi rayonlarda işğaldan azad olundu da Azərbaycan ərazi bütövlüyü tam təmin olundu. İndi Azərbaycanda quruculuq işləri gedir. Bütün rayonlar köçür, biz də köçəcəyik Allah qoysa. Bilirsiniz ki, Gülbin Məhərrəmovun Allah rəhmət eləsin, bu bizim Süleyman Rüstəmov adına Mahruzi məktəbini qutarandan sonra eyni zamanda Cəmşid Naxçıvanski hərbi məktəbə qəbul olub, bir də Heydər Əliyev adına akademiyanı qutarmışdı. Sonra müharibə başlayanda getdi müharibəyə, qəhrəmancasına şəhid oldu. Onun bir evdən 2 şəhid olmuşdu. Mirzəyə də Allah rəhmət eləsin. O da Qarabağ müharibəsi vaxtı getmişdi. Hələ də bilinmir, görən onun taleyinə tərdi. Allahın köməkliyi ilə, hörmətli prezidentimizin dəstəyi ilə elə bilirəm ki, o da bir salamat bir nəyəsə bir şey olar. Biz də uçarıq deyər. Doğrudan da biz qürur duyuruq burada. İndi bu şəhidləri ziyarət edin. Allah bütün şəhidlərin hamısına rəhmət eləsin. Tədbirimiz davam edir. İndi isə çıxış üçün söz verilir. Keçmiş batalyon komandiri, ehtiyatlı olan mayor, hörmətli Dağbəy müəllim məhiyyətdən olan. Buyursun Dağbəy müəllim. Hörmətli şəhidlər xiyabanında olan bütün valideynləri, şəhid ailələri, burada olan bütün kimlər varsa hamısının hər vaxtınız xeyir olsun. Şəhidlər bütün ili, bütün günü Azərbaycanın dəyərli insanları, şəhidə qiymət verən, istər məmur olsun, istərsə də adi vətəndaş olsun. Kimlərsə ona dəyər verir, kimlərsə bura gəlir, kimlərsə hər zaman qəlbində saxlayır. Allah onları qorusun. Biz şəhidlərin döyüş yoldaşlarıyıq. Azərbaycan müstəqillik qazanandan ilk günündə Azərbaycanın qonşu dövlətləri, daxildə, xaricdə olan qüvvələr hər zaman Azərbaycan müstəqilliyini boğmaq istəyiblər. Buna görə də Azərbaycan ilk olaraq vətənpərvər oğlanları əlində silah götürüb vətəni az bir silahla müdafiə ediblər. Elə regionlardan biri də Qubadlıdır. Azərbaycanda 3 böyük region olub ki, bütün döyüşlərin əsas istiqamətləri orada gedib. Qubadlı, Ağdam, Ağdərə istiqamətində əsas döyüş istiqamətləri orada gedib. Qubadlıdan olan və burada şəhidlər xiyabanda uyuyan bütün şəhidlər Allah rəhmət eləsin. Hamısı biz üçün əzizdir, doğmadır. Biz 91-ci ildə Qubadlıda yaradılmış ilk batalyonun komandiri mən olmuşam. Qubadlı Laçın Şuşa gedənə qədər özünü müdafiə edirdi. Laçın Şuşa gedənsə işlər biraz da ağırlaşdı. Həm Laçın istiqamətində, həm də digər ərazilərdə. Əvvəl 1-ci batalyon, sonra 3-cü batalyon Laçın istiqamətində müdafiə quruldu. O vaxtı yerlərdən olan könüllülər əlində silah götürüb gedirdi, könüllü olaraq. O kəndlərdən biri də Sarıyatak kəndidir. Sarıyatak kəndindən burada döyüşçülər var. Deməli, 2 şəhidin, həm Mirzənin, həm itkin döyüşlərdə, həm də şəhid, həm də Ülvünün məzarının önündə biz durmuşuq. Amma hamısı bizim üçün əzizdir, hamısı bizim üçün doğmadır. Yəni, onlar öz sinəsində vətənin, o isticanın, vətənin müdafiəsi üçün sinələrin verirsə vətəni müdafiə eləməsi. 2020-ci ildə əks hücum əməliyyatları başladı. O əməliyyatda da hər gün həm sevinirdik ki, kəndlər
rayonlar işğaldan azaddır. Həm də ağlayırdıq. Bərkdən danışmağa, gülməyə ürəyimiz gəlmirdi. Amma o qədər sevinç böyüydü ki, o sevinci biz bölmək üçün yığışırdıq, dalda da bir yerdə bölüşürdük. Heç kimin qəlbinə toxunmasın. Amma o sevinci, o fərəhi, o böyük hissləri yaşadan bizim şəhidlərdir, qazilərdir. Onlar bu günləri hər zaman şəhidin anasına baxırsan, onun valideyninə baxırsan, onun gecələr keçirdiyi döyüşdən əvvəl xidmət illərində keçirdiyi hər gecəsi bir ölümüdür, hər gecəsi bir zillətidir. Bu günləri, bu da şəhid ailələrinin bircə gün ovutmağa onun əziyyətini, bir gününü əvəz etməyə heç kimin gücü çatmaz. Onlar nə hisslər keçirirlər, nə əzablar keçirirlər. Amma başlarını uca tutsunlar. Onlar o işə gedəndə bilirdilər hansı işin dalında gedirdi. Hər dəqiqə ölüm ola bilər. Onlar ölmürlər, əbədi yaşayırlar. Allah rəhmət eləsin cəmi şəhidlərə. Şəhidlərin hardakı qanı tökülüb, hardakı yaşayıb, onlar ziyarətgahlar olacaq gələcəkdə. Abidəsi qoyulacaq, büstləri qoyulacaq. Döyüş səngərlərində böyük qayalar üstündə onların lövhələri vurulacaq. Azərbaycan tarixinin ən gözəl tarixləri ilə onların şəhid olduqları izbələrdir. Biz də köhnə döyüşçülər, yəni 1-ci Qarabağ Savaşında olan döyüşçülər kimi, bu işlərin içində olan insanlar kimi, hər zaman, hər şəhid əllərin yanında, Respublikanın istənilən regionda onların yanındayıq. Hər zaman çalışırıq anın günündə onlarla biri olaq. Həm də biz istəyirik ki, bu həm Mirzə, həm də Ülvi qardaşımızın şəkli əks olunmuş Azərbaycan üçün, biz döyüşçülər üçün, Azərbaycan xalqı üçün müqəddəs olan üç rəngli bayrağı onların ailəsinə biz təqdim eləyək ki, biz döyüşçülər adından qoy bir xatirə olsun onların qəlbində. Qoy baxsınlar, desinlər ki, oğlum onsuz da müqəddəsdir, onsuz da böyükdür. Amma biz də bir xatirə olaraq onu onun ailəsinə təqdim edirik. Döyüş yoldaşları adına. Sağ olun, Allah razı olsun. Çox sağ olun, təşəkkür edirəm bu gözəl hədiyyənizə görə. Xalqımızın sevilən şairi, yazıcı, publisist Elbrus müəllim Qayalı da iştirak edir. O da öz şeir tövhəsini şəhidimizə və şəhidlərimizə ərmağan eləyəcək. İstərdik ki, sözü dəyərli şairimiz Elbrus müəllim Qayalıya verək. Buyurun Elbrus müəllim. Salam, əziz şəhidlərimizin, əziz doğmaları. Hər birinizin qarşısında baş əyirəm. Həmişəki kimi bugün yenidən müqəddəs şəhidlərimizin ziyarətinə gəlmişik. Bəli, qəhrəman şəhidlərimizi elə tərbiyə edən analar da qəhrəmandırlar ki, vətən üçün belə qəhrəman igid oğlanlar tərbiyə ediblər. Qəhrəman şəhidimiz Məhərrəmov Ülvi Tahiroğlu'nun əziz xatirəsinə yazdığım şeiri nəzərincə çatdırırım. Şəhidimizin adından anasına yazdığım şeir. Vətən də anadır, sən də anasan. Gedirəm vətəni qoruyamana. Arxamca ağlama, qurbanın olum. Gedirəm vətəni qoruyamana. Kövrək Qarabağda gəzdir xəyalım. Daha dözməyə də qalmayıb halım. Qoy şəhid əmimin qisasını alım. Gedirəm vətəni qoruyamana. Düşmən yurt yuvama mənimdir deyir. Oğuz türklərinə qənimdir deyir. Bütün Azərbaycan mənimdir deyir. Gedirəm vətəni qoruyamana. Səməndə güllərin ətrinə dəymə. Şəhidlər ölməzlər, sətrinə dəymə. Nə olar, sən mənim xətrimə dəymə. Gedirəm vətəni qoruyamana. Gedirəm vətəni qoruyamana. Və qeyd edim ki, burada bilməyənlər üçün şəhidimizin əmisi də 1-ci Qarabağ müharibəsində cəngavər kimi döyüşə-döyüşə itkin düşmüş və bu günə kimi xəbər yoxdur. Şəhidimizin anasının dili ilə. Məhərrəmov
Mirzə Bayramoğlu'nun əziz xatirəsinə. Soraqladım dağda, daşda, harayladı dağda, daşda. Hara gedim mən bu yaşda? Mən səni tapa bilmədim. Həm axşam, həm səhər gəzdim, gözlərimdə qəhər gəzdim. Bu zülmə bir təhər dözdüm. Mən səni tapa bilmədim. Çəməndə güldən soruşdum, dərədə seldən soruşdum, küləkdən, yeldən soruşdum. Mən səni tapa bilmədim. Hər şoldan, daşdan soruşdum, hər uçan quşdan soruşdum. Gözümdə yaşdan soruşdum. Mən səni tapa bilmədim. Güldən, çiçəkdən soruşdum, göydə mələkdən soruşdum. Zalım fələkdən soruşdum, mən səni tapa bilmədim. Mən səni tapa bilmədim. Şəhid verib ucalmısan, dərd əlindən tac almısan. Yaman vaxtsız qocalmısan, ağlama, şəhid anası. Hatırlayıb qoç nəbini, qəbul edib hər təbini, keçib Əliyar məktəbini, ağlama, şəhid anası. Əri gitdi yalan deyil, tər çiçəkdi solan deyil, təhcə sənin balan deyil, ağlama, şəhid anası. Yatan qeyrət oyanıbdı, ərlər öndə dayanıbdı, düşmən qana boyanıbdı, ağlama, şəhid anası. Düşmən qana boyanıbdı, ağlama, şəhid anası. Qəhrəmanları torpaq yetirir. Torpağı isə qəhrəmanlar qoruyur və yaşadır. Nə qədər ki uğrunda təmənnasız rəşadət göstərməyi, hətta ölməyi bacaran Ülvi kimi, Əlizamin kimi, Sərxan kimi övladların var. Sən yaşayacaqsan Azərbaycan. Buyursun Qismət müəllim. Qismət müəllim. Buyurun. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidin fərqi yoxdur. Mənim oğlumdur. Allah bütün şəhidlərə rəhmət eləsin. Mən şəhid anaları tanıyıram ki, 2 oğlu bir gündə şəhid. Yəni analara mən toxtaqlıq vermək istəyirəm ki, buna fəxr eləsinlər. Onsuz da axırı ölür. Biri var ömrünün axırına kimi adla yaşayasan, fəxrlə yaşayasan. Bir də var deyirlər, filankə sözdə Allah rəhmət eylesin. Allah bütün şəhidlərin analarına təskinlik versin. Allah onların canını sağ eləsin ki, belə oğlanlar yetişirlər. Məhərrəm oğullar ailəsində də 2 şəhid var. Yəni, həmi bala, mən bugün statusa da qoymuşam ki, Allah həmi bala rəhmət eləsin. Yəni, Mirzə də ondan qorxmazdı, o da Mirzədən qorxmazdı. Yəni, Allah nə demək bilmirəm. Mən elə onu bilirəm ki, şəhidlər mənim üçün deyil. Mən özüm də böyükçü olmuşam. Mənim yanımda da çox şəhidlər olub. Mən fərq qoymamışam. Allah bütün şəhidlərə rəhmət eləsin. Allah şəhid analarının, atalarının səbrin tükəndiməsin. Ağappaq saçlarından nur saçılır, nur atır. Hər zaman qürurlu ol, həmişə dik dur, əziz ata. Həmişə dik dur, əziz ata. Əziz qonaqlar, hörmətli və dəyərli tədbir iştirakçılarım və sonda yekun olaraq istərdik ki, çıxış üçün sözü qəhrəman şəhidimizin qəhrəman atası Tahir müəllimə verək. Buyurun Tahir müəllim, söz. Çox sağ olun. Allah hamımızdan razı olsun. Allah hər birinizi qorusun. Bura gələnlərin hər birinə təşəkkür edirəm. Doğrudan qürur vericidir ki, yəni bugünkü gündə vəziyyəti çəkib şəhidlərimizə bu dəyəri verirlərsə, təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu iş belə idi. Yəni bugünkü günlərdə sentyabr ayının 27-sindən noyabr ayının 8-nə 10-na kimi bu müharibədə şəhid olan şəhidlərimiz var. Allah bir daha hamısına rəhmət eləsin. Yəni deməyimdən məqsəd odur ki, bizim bu şəhidlərimiz bu şəhidliyi qazanmasaydı, biz o torpaqlarımıza gedə bilməzdik. Biz o torpaqlarımızda bayraqlarımızı hər yerə dikə bilməzdik. İndi hansı kəndə gedirsən, dağılmış kənddə olsa orada bir bayraq görürsən. O hamısı şəhidlərin, qazilərin
əməyi nəticəsində oldu. Qanları tökür hamısını. Ona görə hamı da Mən nə deyə bilərəm? Allah mənim çox sağ olun, təşəkkür edirəm. Allah hamıya can sağlığı versin, xeyir qismət eləsin. Amma onu deyə bilərəm ki, bu şəhidləri nə vaxt unudulursa, onları vaxtında ziyarət olunmayanlar olur. Sağ olsun ki, xalqımız hər dəfə 5 il keçməsinə baxmayaraq, hər il onları anırlar, dəyər verirlər, anım günlərində gəlirlər. Hamımızdan razıyam, təşəkkür edirəm. Şəhidlərimiz ona görə şəhid oldular ki, bilərəklər. Ona görə şəhid oldular ki, xalqımız xoşbəxt yaşasın. Bu bir mənalı olaraq belədir. Qaldı mənim övladım hələ Hərbi Akademiyada oxuyarkən, axırıncı kursda oxuyarkən öz dəftərində şəhidlər xiyamarı çəkib, öz şəhidlik daşını yazıb, şəklini çəkib, öz adını üstünə yazırsa, deməli bu adam doğulandan bu günə hazırlaşır. Allah şəhadətlərini qəbul edəsin, yerləri cənnət olsun. Hamıza təşəkkür edirəm, çox sağ olun. Elə baxma şəkildən, dayanır zaman şəhid. Təbəssümü yandıran, baxışı donan şəhid. Sizinlə fəxr edirik, bu vətəni, bu torpaq üçün yumruq kimi daim birik. Yumruq kimi daim birik. Hörmətli qonaqlar, əziz və dəyərli tədbir iştirakçılarım, bununla da qəhrəmanlıq zirvəsinə ucalmış şəhidlərimiz Məhərrəmov Ülvü Tahiroğlu, Mustafalı Əlizamin Valioğlu və Əliyev Sərxan İslamoğlu'nun anım gününə həsr olunmuş anım tədbirimiz başa çatdı.